sökmüşəm. Sənin ailən evdə olsa, gəlib belə söksələr, uşağın qorxsa, yoldaşın, anan qorxsa, mənim anam ürək xəstəsidir. Fərəməz müəllimə deyəcəm, axı burada rəhbər sən idin. Sən dedin ki, mən nə idi dedi. Yaxınlaşdı. Deyəcəm, hanı Fərəməz müəllim? İcra hakimiyyətləri yaxınlaşdı. Yaxınlaşacam ora. Elçin də sən də. Yox. Kamera belə tutdu, yaxınlaşdı. Yox, deyəcəm, qardaş, dünənlərim Elçin də sən də düdüz ki mənə, narahat olma, biz sökməyəcəyik. Siz də kimsizsə də yəqin, düzdür? Hə, siz yəqin elə belə işləyirsiniz, rəhbər budur. Eşidiblər ki, müxbirləri çağırmışıq, Xəzər xəbəri. Artıq texnikanı qaçırdırlar, sökürlər. Polis də çağırıblar bura, özləri də oturublar maşın içində. Bax, bu maşınla gəliblər. Rəşadçısın həyəti sökdülər. Deyir, sökdülər də. Komprançəyə yol vermə. Eləmə, qoy söksün, heç nə olmaz. Hörmətli izləyicilər, deməli, bura qədər videoya baxdınız, gördünüz. Əsas məqama burada diqqət yetirin. Yerdə baxın, lövhə var. Deməli, divardan lövhəni sökməmiş, divarı dağıdıblar. Videonun sonunda bilinəcək ki, bu kimin adını daşıyan lövhədir. Bu gəlir, həmin o Samir Zamanov yerdən həmin lövhəni götürür, verir öz əməkdaşına. Görür ki, çəkilişimiz var, ondan sonra eləyir. Bax, burada şəkilləri də qoymuşam, kadr. Biz çəkəndən sonra ayılır ki, yerdə kimin adını daşıyan lövhə var. Gördünüz burada, apardı, getdi. İndi də həmin küçənin adını göstərirəmsə, bu Seymur Məmmədov küçəsidir. Badamlat qəsəbəsində yaşayan bir şəhidin adını daşıyır bu küçə. Badamlat qəsəbəsində şəhidlər lövhəsində də həmin şəxsin şəkili var. 92-ci ildə qəhrəmancasına Qarabağda gedən döyüşlərdə şəhid olmuşdur. Bu qəsəbə nümayəndəsi Samir Zamanov ümumiyyətlə baxmayırmı divara? Bu divarda yazılan lövhə kimin adını daşıyır? Kimdir həmin şəxs? Ümumiyyətlə o şəxsi tanıyır. Yoxsa ki, tanımır. Şəhidin adını daşıyan lövhəni divardan səliqəli şəkildə söküb, sonra öz qanunsuz əməllərini etdirməli idi. Onsuz da onun törətdiyi qanunsuz əməllərə hüquq mühafizə orqanları tərəfindən qiymət veriləcək. Mənə əsas maraqlı olan məqam bundan ibarətdir ki, bu Samir Zamanovda bu qədər aqresiya, bu qədər kin, bu qədər nifrət hardandır ki, bu cür vandalizm nümayiş etdirir.